16 Mart 2025-ci ildə Bakıda Binəqədidə itkin düşüb. Babayeva Zəhra Ramil qızı. Şəkilə diqqətlə baxaq dostlar. 16 Martda itkin düşüb. Bəlkə yaxına verin şəkili. Babayeva Zəhranı tanıyıb bilənlər 050 501 01 47-yə zəng edin. Mən sizi hardan tanıyıram? Bir dəfə də itib. Aman Allahım. Vay vay vay. Bu belə tez-tez qaçır evdə. Yox, ikinci dəfədir beləmçin olur. 3 gün bundan qabaq getdi, bir gün qaldı, gəldi. Harada qalır? Sinif yoldaşı gördü. Polisə verdim, polisdən tapdıq. Ondan sonra bir gecə qaldım, mən uşaqla getdim, həkimə gəldim, gördüm ki, yoxdur. Neçə yaş var? 16 yaşın içində. 16 yaşın içində. Ay Fatimənin anası. Qızın təhsil istəyir. İndi başa düşdün niyə deyirəm qızını dəstəklə. Görürsən necə dərdlər var. Bu qadının göz yaşlarına bax. Bu qadının göz yaşlarına bax. Desən qızın sənə desə təhsil almaq istəyirsən, neyniyərsən? Yolunda qurban verərəm canımı. Duydun mu xanım? Fatimənin anası. Qızın təhsil almaq istəyir. Təhsil, dəstək ver. Hər şey yaxşı. Dəhşətdir. Onun üzündəki effekti yoxsa kosmetikadır? Toya gedəndə kosmetika. 16 yaşında qız nə kosmetika çəkir ay xanım? Sən bıraxmırlar rəfiqəsinə girer. Anasının bax burada ağzından deyək ki təqsiri çoxdur. 16 yaşında uşağın nə iş var rəfiqəsinin yılda? Niyə inin orada? Görürsən bax söhbətlər bundan gedir. Biz ailədə özümüzü tərbiyə edə bilmirik. Bilmirik nədir, qınamayaq. Hər şey yaxşıysa niyə qaçır uşaq? Maraqlı. Allah haqqı indi tapılanda görəsin. Mən hələ 16 ildə ona bir dənə Atası da yanındadır, ailə bütün. Yox, atası yoxdur. Ayrılmış. Yoxdur, nə ayrılmış. Ata ilə kontaktı da yox. Yəni deyəcəkdim, amma efirə deyə bilmirəm. Kontaktı var ata ilə. Yalvarıram sən Zəhra, mamanın səsinə səs ver ana. Hər nədir qəbulumsan, yaxın diyor, yaxın tapıb çıxız ortaya. Ana, sənin arxandayım, sənə yalvarıram. Ay Zəhra. Ay Allah, anaları nə günə salın. Sənə qurban olum qızım, qara saçından tutsak olub səni saxlamışam ana. Gör anaları nə günə salırsın. Sənsiz mənə həyat yoxdur Zəhra. 4 gündür mən bilmirəm dünyanın altındayım, üstündəyim ay Zəhra. Can ay xanım, can. Mənim sizin kimi analara o qədər ürəyim ağrıyır. Bir kız çocuğu ellerimden alıp gitme o güneş kokunu. Gözlerimden akan yaş Yalvarıram mən balamı Tapacaq. Onu kimsə başı doladı baparım, mənim balam yoxdur orada da. Onu saxlayan, gizlədən bilsin ki, az yaşlı olduğuna görə cinayət məsuliyyəti daşıyırsan. O qızın taleyi ilə bağlı cavab deysən, dərhal Zəhra evinə gəl. Harada olsan da səni tapacağım. Mən sənə müraciət eləyirəm. Gəl mənim yanıma, sənə kömək eləyim. Gəl problemini həll eləyim. Zəhra, yazıqdır anan. Yazıqdır. Əyləş orada. Əyləş. Fatimə kömək elə keçsin orada əyləşsin. Yazıq qadın. Babayeva Zəhra Ramil qızı. 16 Mart şəkli ekrana verək. Babayeva Zəhra Ramil qızı 16 Mart 2025-ci ildə Binəqədidən itkin düşüb. Dostlar, şəkili xahiş eləyirəm, qeyd eləyin, özünüzdə saxlayın. 050 501 01 47 əlaqə nömrəmizdir. Dərhal zəng edin. Tanıyan bilənlər, anonimlik qorunur və buradan Zəhraya müraciət edirəm. Zəhra, ana atasını, valideynini incidənləri bilsəniz ki, Allah necə cəzalandıracaq. Onları elə ağlatmazdınız. Bütün hallarda mən valideynləri haqlı bilirəm. Bütün hallarda valideyn heç vaxt övladının pisliyini istəməz. Mən əsl valideynlərdən danışıram. Elə belə valideynlər də var. Uşağına atanlar, sahib çıxmayanlar, təhsil almaq istəyir. Dəstək verməyə əvəzindən. Qızı canından bezdirən valideynlərdən danışmıram. Yaxud da ki bir dənə qızını götürüb qardaşımın oğludur deyib atıb Volqaqrada indi gündə döyür. Gündə döyür, indi də döyür. Mənə məlumat verəcəkdilər. Vermişəm, narahat olma. Müraciət edilibdir. Verin uşağını da özünə, çıxsın gəlsin. Uşaqsız gəlmir, uşağımı istəyirəm deyir. Hə.
narahat olma. Uşağına baxmayan o qədər analar var ki, uşaqlar böyüyəndən sonra gedib həmən qadının ayaqlarını öpübdülər. Deyir, uşaqsız Ha, buna yaşaya əmin bilmərəm, olun. deyir. Uşağımsız Neçəsini yaşaya görmüşəm. Ana uşağını atıb ər üstünə, sonradan həmən ona baxan nənəni, bibini, hamısını tullayıb gəlib ondan imtina eləyən ananın ayaqları altına yıxılıb. Mən bayaqlar reklam oldu deyəmədim. Nemət kişi ev verilibdə bir dəfə. Elə sabahdan deyir ki, mən öləndən sonra nə olacaq? Ay qardaş, hər kəs öləcək də. Övladınızın təhsili üçün narahat ola bilərsiniz. Xoşqədəm xanım da buradadır. Daimidən olacaq. İndi 3 övladına görə o narahat olmasın. Siz bir övladınıza görə narahat olursunuz. Necə olmadı? Hər şey deyək ki, bizim olsun. Bəs bu... Sənin o kəhtinə bilirəm ki, sənin sizin fikrindən mən razıyım. Ancaq sabah mən öləndən sonra... Sen ölenden sonra Xoşgədəm xanım. Sen ölenden sonra sen pensiyon keçir kızına da. Ömür niye geçmiyor? 18 yaşından sonra keçmir. 18 yaşından sonra da gidip işleyip dolandıracak da özünü. Ömür boyu eləsən eləcə də ölene kim vermelidir? Adam 200 olmaz. O günü anadan üstvorlaşdım, indi də durum mənim üstümə gəl. Mən qoy Raman mənim sualına cavab verim, ondan siz cavab verəsiniz. Bir də bir. Bunlar elə danışırlar burada. Cemaat oturub vallahi. Bu ha kişinin oğlu sənin üzvə deyərlər, irad bildirərlər. Niyə xoşuma gəlmir? Deyəndə ki, və nemətə versin. Hə, çox sağ ol. Çox sağ ol. Sənin çox sağ olan fiktivni var ki, mən inanmıram sənin sağ ollar. Xoşqədəm xanım belə getdi falan. Yalan deyirsən. Xoşqədəm xanım burada üzünə deyirsən. Ha, Nemət müəllim. 100 dəfə tərsinə deyirsən. Yalandan danışırsan. Yalan danışma. Bir də burada nə xasiyyət var? Deyirsən falan kəs belə üstüvə bozarırlar. Niyə? Nə üçün? Anar müəllim, nə olar? Xoşqədəm xanım, hamı Nemət bəyin üstünə gedir Ramal müəllimin təşəbbüsü ilə. Amma Nemət bəy dünyasın, Allah ona uzun ömür versin. Amma o qızının anası da yoxdur yanında ki, heç olmasa anasına ümid eləsin. Bir kişi kimi ləyaqətli, əsil atalığını Nemət kişi göstəribdir. Nemət kişi göstərib. Siz də köməkliyinizi eləmişsiniz. Bəli, mən eləmişəm. Bəli, və bundan da sonra Fatmə üçün hər şey eləyəcəm. Babilə sənin acığına Raman. Sənin acığına eləyəcəm. Çünki mən qızların təhsilidir, oxumasıdır, gələcəyidir. Ayaq üstə durması üçün yanında olacam sənin acığına. Mən də sizin yanınızdayım. Amma da bu... Oturub gözünüzün qabağında şikəst adamdır, üzr istəyəm mən. Eləyin də ona. Niyə bunu olmalıdır? Nə üçün? Bu da başta bir nəfərin yeridir. Bir nəfər gəlir dadanı bura əl çəkmək istəmir. Niyə? Nə üçün? Ehtiyacı var ona görə. Hamı ehtiyacı var da. O yanında sonra ehtiyacı yoktur. Savaşsız jurnalist. Yok. Yox, onu düz demirsin. Yox. Sənə deyəndə ki, Nemət bəy, onu demeyin. Onu da bacarmırsan. Siz onun savadına necə qiymət verə bilərsiniz? Bax, sənin yerin dör. Sənə bəli, ixtiyar verirlər burada sən danışmağa. Sən nə ixtiyar var danışmağa? Səfirə getməkdə xahiş edirəm. Əlilə də, köməksizə də üstünə gedir. Bu elə bir kanar yoxdur ki, o adam gedir ekspert. Sənin kimi varsa var, adla boşamağa getirəm ki, adla adamağa getirəm ki. Birin evləm ki, bir yerde oturmuşsun, sən gündə bir arvada takar deyirsən. Bəyənmirsən. Sən dörsən bu. Sən bəli. Artıq danışma. Danışma sən. Bəli. Sən əmir boy. Bir dəqiqə, xahiş edirəm, sakitlik yaradaq, sakitlik yaradaq. Sakitlik yaradaq. Gəlin belə eləyək. Sakitlik. Verin qızın şəklini efirə. Mən niyə görə bütün monitorlarda içkinin şəklini verin efirə. Bir saniye, bir dəqiqə. Babayeva Zəhra Ramil qızı 16 Mart Binəqədidə itkin düşüb. Xahiş edirəm, görənlər, bilənlər 050-501-01-47 nömrəli telefonumuza zəng etsinlər. Zəhranın 16 yaşı var. Yerini bilən, gizlədən, yanında saxlayan bilməlidir ki, cinayət məsuliyyəti daşıyır. Az yaşlıdır, az yaşlı. Bax, buradan səslənirəm. Zəng eləyin, anonimlik də qorunur. Və ya Zəhra məni izləyirsə, Zəhra, yanındayam. Qısa bir aradan sonra o qutunu bura qoyulmasını istəyirəm. Qutunu bura qoyun, artıq elan edirəm. Çünki mənim artıq əsəblərim getdi bu 40 minə görə. Yoruldum. Nələr gördüm, nələr eşitdim. Qoyun bura qutunu, qısa bir ara, qutu isə burada olsun.